Belə bir video çəkəcəyik dağların əhəmiyyəti haqqında. Biz bilirik ki, dəniz səviyyəsindən mütləq hündürlüyü 200 metrdən hündür olan ətəyi və zirvəsi bilinən relyefə dağ deyilir. Bizim dağımızda ətəklədir. Ətək dağı qutarıb düzənliyə doğru keçdiyi hissədir. Yəni burada olacaq ətək, qısa formada yazılır. Ən hündür nöqtəsi isə dağın olacaq zirvə. Bura zirvə yazılır. Əgər zirvə iki uclu şiş şəklindədirsə, bu deyəcək pik. Aydındır? Bu hərflə yazılır. Pik. Əgər demək yamacı nədir? Zirvə ilə ətək arasındakı bax bu hissə meyilli hissə, yamacı adlanır. Deyilir şimal yamacı, cənub yamacı, şərq yamacı, qərb yamacı məsələn bir dağın müxtəlif istiqamətli yamacları ola bilər. Əgər iki dağ arasında bir dağdan digər dağa keçmək üçün və yaxud da dağın ətrafında bir hərlənmək üçün bir düz yer tapa biliriksə, bir cığır kimi və yaxud da belə. Buna deyəcəyik aşırım. Daha sonra gəldik massivə. Massiv kəlməsi odur ki, dağın bax bu uzunluğu ilə eni bərabər olur. Yəni nə çox hündür dağ olur, nə də çox enli dağ olur. Və yaxud da əksinə, həm hündür, həm enli bir növ bizə massivi xatırladır. Biraz yaylalara artıq meyillənmiş dağ olur da, yəni bir müddətdən sonra tamamilə yaylaya çevriləcək sanki. Su ayırıcı nədir? Su ayırıcı isə odur ki, biz dağın təpəsindən yağıntılar yağır. İstərsəniz bu yağıntılar qardır, yağışdır, ya bir eyni istiqamətdə, ya müxtəlif istiqamətdə hərəkət edə bilir. Ona görə də bu dağın su ayırıcı onun zirvəsindən müxtəlif istiqamətdə, şimala, şərqə, cənuba, qərbə axan çayların, yağıntı sularının, axınların istiqaməti nəzərdə tutulur. Yəni dağ yalı. Dağ yalı zirvədən əlavə müəyyən dağın hündür nöqtələrinə deyirlər. Daha sonra vadi dağın hər hansı bir yerində aşırıma bənzər, düz bir açıq bir yerdir ki, orada məsəl üçün biraz elə bir düzənlik kimi balaca bir yerdir, orada düz bir yer var, dincəlmək, istirahət etmək olsun, bu modu desək. Daha sonra gəldik dağ silsilələrində, dağ sıraları və dağ sistemlərinə. Əgər bir neçə dağ eyni istiqamətdə sırayla düzülürsə, bu dağ sırası. Həmin dağ sıraları eyni istiqamətdə bir neçə dağ sırası eyni aralarında düzənlik olmaq şərti ilə düzülürsə, orada deyirik bunlara dağ sistemləri, silsilələri daha doğrusu. Deməli, dağlar bir-biri ilə ardıcıl düzülür və aralarında demək olar ki, heç bir böyük məsafə, çökəklik yoxdursa, burada deyəcəyik sıra dağlar. Yox, həmin sıra dağların da arasında bir çökəklik, düzənlik ola bilər. Onlar da birlikdə deyəcəyik dağ silsilələri. Dağ silsilələri də sayı çoxluğundan asılı olaraq deyəcəyik dağ sistemləri. İki ayrı istiqamətli dağlar qovuşanda deyəcəyik dağ qovşaqları.